Studiyamızda isə qonağımız var, millət vəkilidir. Bəzən elə hadisələr var ki, biz özümüzün müdafiəçisi və vəkili oluruq və tarix də ən böyük vəkil və müdafiəçi olur. Və millət vəkili Elçin Mirzəbəyli, xoş gördük Elçin müəllim. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun və bütün sabahlarınız xeyirə açılsın. Çünki biz şəhərin hər üzünü görən, şəhərə həm döyüş meydanında, həm də yalın əllə qalib gələn millətin övladlarıyıq. Elçin müəllim, biz bunun biz siyasi tərəflərindən baxacağıq, çünki mütləq ki var. Amma istəyirik bu halın şahidi kimi, o dövrü görən insan kimi. Çünki məsələn, mənim yaş etibarilə gördüklərim bir uşağın gördükləri idi. Mən istəyərdim o gördüklərinizi, o dövrdə baş verənləri, mətbuatı olsun, insanların içindəki o abu-hava olsun, bizə çatdırasınız. Eğer biz daha evvel ekskurs etsək, kifayət qədər böyük bir zaman aparacaq. Amma bu proses məhz yanvarın 19-dan başlamamışdı. Ondan öncə də artıq 87-ci ildən başlayaraq Azərbaycan xalqına qarşı bir qanlı senari həyata keçirilirdi və proses təsadüfi deyil ki, elə qərb mərkəzlərindən başladılmışdı. Həmin dövrdə Mikhail Gorbaçovun, cinayətkarın müşaviri olan Agambekyanın Paris'ten səsləndirdiyi fikirlər erməni diasporunun nümayəndələri ilə görüşdən dərhal sonra Fransa mətbuatına verdiyi müsahibədə Azərbaycan ərazisinin Qarabağın Ermənistana daha bağlı olduğunu iqtisadi baxımdan əsaslandırmağa çalışmışdı. Elə həmin mərkəzdən də faktiki olaraq separatçılara bir mesaj verilmişdi ki, hərəkətə gəlin. Maraqlıdır ki, proses həm Moskvanın maraqlarıyla, həmin dövrdə Gorbaçovun maraqlarıyla və Qərbin maraqlarıyla üst-üstə düşür ki, və sanki razılaşdırılmış bir proses Azərbaycana qarşı həyata keçirilirdi. Daha sonra isə biz artıq dirənişin, müqavimətin şahidi olduq və həm Azərbaycan xalqı meydanlarda öz sözünü deməyə, həm öncə Qarabağa azadlıq, daha sonra isə bir millət olaraq özümüzə azadlıq tələb etməyə başladıq. Əslində 20 yanvara aparan yolun məhz qanlı gecədən keçəcəyi gözlənilən idi. Çünki qanımıza susamışdı rejim və nəticə etibarilə Azərbaycan xalqını cəzalandırmaq üçün, onun azadlıq istəklərini beşikdəşə boğmaq üçün yenidən hərəkətə gəlmişdi. Və təsadüfi deyil ki, mənim hər zaman bir paradoksal bir məqam qarşıma çıxır və bunu xatırlayıram. Belli olduğu kimi 20 yanvar adlandırılan indiki ərazimizdə vaxtilə 11-ci Qızıl Orduya heykəl ucaldılmışdı və ən böyük qətliamlardan biri də həmin ərazidə baş vermişdi. İmperiya özünün qanlı simasını həmin zaman kəsiyində harda vurduqlarını artıq bilirlər. 20-ci ildə hansı sima ilə, hansı qanlı caynaqlarla Azərbaycana gəlmişdilərsə, 20 yanvarda da paradoksal olsa da bu rəqəmlər də üst-üstə düşür. Eyni sima ilə, eyni qanlı caynaqlarla Azərbaycanın xalqına qarşı qəsd etməyə gəlmişdilər. Həmin zaman kəsiyində insanlar küçədə idilər, yollarda idilər, barikadalar qurmuşdular. Təbii ki, barikadalar tankın qabağında dayana bilməzdi. Amma bu barikada həm də Azərbaycan xalqının istiqlal mücadeləsini simvolizə eləyirdi. Azərbaycan xalqı meydanlarda, küçələrdə ətdən divar çəkmişdi. Tanklara meydana koyurdular və nəticə etibarilə az qala hər kəs ölümə getdiyini anlayırdı, başa düşürdü. Çünki proseslərin şahidi kimi, hətta insanların bir çoxuna atılan güllələrin, əvvəlcə havaya atılan güllələrin uzun müddətli məhz ölümcül güllələr olduğunu bildirsəydi, adamlar həmin ərazilərdən çəkilmirdilər. Yəni, nəticə etibarilə həmin gün həm istiqlal şəhidlərimiz, milli mücadiləmizin sadəcə olaraq ana, ovqata söykənmədiyini və tarixdən əcdadlarımızın ruhundan qaynaqlandığını bir daha sübuta yetirdilər və eyni zamanda həmin gecə, həmin o qanlı gecə imperiyanın qanlı əskərlərinin siması Azərbaycan xalqına
xalqına bir daha bəlli oldu. Əslində çoxları həmin dövrə qədər anlamışdılar baş verənlərin mahiyyətini, amma bir çoxlarının ürəyində hələ də o Sovet ideologiyasının aparılan o təbliğatın elementləri qalmışdı və həmin gecə də o tamamilə tankların tırtılları altındaca qalıb məhv oldu. Elçin müəllim, bilirsiniz nə maraqlıdır? Elə respublikalar var ki, yəni sakitcə, yəni nə baş verirdi, onu qəbul edirdi. Tanklar niyə görə məhz Azərbaycana yeridildi, Pribaltika respublikalarına yeridildi? Belə bir qırğınlar, yəni maştabına görə ən böyük bizdə oldu. Miqyasına görə əslində nə... Niyə görə məhz bizim xalqın üstünə tankla gəlmək düşündülər? Baltikiyanı respublikalarda, nə də ki Gürcüstanda miqyasına görə Azərbaycan xalqına qarşı törədilən qətliam törədilmədi. Əslində bu bir cəza mexanizmi idi. İmperiya Azərbaycan xalqını cəzalandırmağa gəlmişdi. Çünki o müqavimət göstərirdi, çünki o dirənirdi, çünki o təslim olmaq istəmirdi, öz torpağına bağlı olduğunu sübuta yetirirdi. Heydər Əliyevin xalqı idi. Etibarilə Heydər Əliyevin xalqı idi. Əslində biz bunu yanvarın 21-də Moskvada Azərbaycan nümayəndəliyində elə imperiyaya necə meydan oxumağın nümunəsini gördük. Yəni Azərbaycan xalqı hansı dirənişi, müqavimətini küçələrdə, meydanlarda, tanklar qarşısında göstərirdisə, Heydər Əliyev də həmin o qanlı imperiyanın mərkəzində tək başına yumruğu ilə, səsi ilə, gücü ilə, nəticə etibarilə, potensialı ilə, milli iradəsi ilə öz xalqının haqqını müdafiə edirdi. Baxımdan təbii bizi cəzalandırmaq istəyirdilər və bu senari iki istiqamətdən qurulmuşdu. Mən daha öncə məsələnin siyasi tərəfinə çox da diqqət çəkmək istəmədim, amma həm qərb qarşısında öhdəlik götürən Mikhail Gorbaçov, həm də həmin dövrdə qərbi maraqları üst-üstə düşürdü. Onlar məhz Azərbaycanı parçalamaq, məhz Azərbaycan torpaqları hesabında vaxtilə Cənubi Qafqazda yaratdıqları o qara yaranı daha da genişləndirmək, yenidən Türk dünyasının bətnində bu daha geniş bir miqyasda deməli problem yaratmaq, bunu böyütmək və gələcək üçün inkişaf etdirməkdən ibarətdir. Əslində SSR adlanan o Şər imperiyasının mahiyyəti bundan ibarət idi. O müxtəlif ərazilərdə minalar, bombalar bastırmışdı və nəticə etibarilə bu minalarında zamana gələndə partladılaraq həmin xalqların istiqlal istəklərinin boğulmasına xidmət edən bir faktor idi. Seçmən, bir məqam var bu. Yadınızdadırsa ekoloji aksiya dönəmində biz həmin o 20 yanvardan sonra təbii ki Xocalda törədilənləri də xatırlayırıq. Orada da Rus BMP-ləri, tanklar az deyildi. Hətta az deyildi, yox, daha da çox idi. Və biz bir də ekoloji aksiya zamanı o BMP-ləri sülh məramlar tərəfindən gətirildiyinin şahidi olmuşduq. Yəni bölgədəki sülh məramına xidmət etmək üçün. Açığı belə onda bir peripetiya yaşadım, belə bir paralel yaşadım ki, bu tanklar, o tanklar sanki eyniymiş kimi gəldi gözümün qarşısına və mən orada sezdim ki, onların münasibəti, baxmayaraq ki, ekoloji aksiya nə vaxtda təsadüf edir? 5 il, 4 il bundan əvvələ. Baxmayaraq ki, 30 il vaxt keçib, o BMP-lərin, o tankların və onun içindəkilərin münasibəti Azərbaycana aşağı-yuxarı eynidir. İmperiyanın şuuru dəyişmir. Qanlı təfəkkürü dəyişmir və o onun daşıyıcısıdır. Əslində elə tarixi Türk torpaqları üzərində qurulan bir imperiyadır. Amma buna baxmayaraq, yəni hətta vaxtilə onun üçün dövlət yaradanların özünü belə əzməkdən çəkinmir və müxtəlif ideyalar irəli sürərək və bu ideyalar altında yenidən xalqları istibdadı altında boğmağa çalışır. Mənim çox sevdiyim bir ifadə var. Dublikat hər zaman orijinala qarşı daha amansız olur. Və bu gün imperiyanın özü əslində vaxtilə Türk imperiyalarının elə tarixi torpaqlarında formalaşan və onu yaradan, ona dövlətçilik öyrədən, ona mədəniyyət öyrədənlərə qarşı daha amansız bir formada çıxış edir. Burada biraz da natamamlıq kompleksinin nəticə etibarilə olduğunu görə bilər. Tamamilə doğru vurğuluyur. Mahiyyət etibarilə heç bir fərqi yox idi. Eyni sima, eyni düşüncə, eyni davranış tərzləri. Bugün də biz ayrı-ayrı siyasi düşərgələrdən səsləndirilən bəyanatlardan 20 yanvar öncəsi səsləndirilən bəyanatların bir o qədər də fərqli olmadığının şahidi oluruq. Yenə deyirəm, bu məqam
məqamda, Azərbaycanla bağlı məqamda, Türk dövlətləri ilə, Türk dünyası ilə bağlı məqamda hər zaman eyni o səlib yürüşünə hazırlananların maraqları nəticə etibarilə üst-üstə düşür. Biz bugün əgər 20 yanvar öncəsi paralellər aparsaq, həm Moskva mətbuatında, həm də Qərb mətbuatında vaxtilə onun demokratiyanın carçısı elan edilən o mətbuatda Azərbaycana qarşı eyni ittihamların səsləndirdiyini şahidi olurduq. Mən bu mətbuat məsələsinə bəli, gəlmək istəyirdim, bəli. Eyni müstəvidə gedirdi. Onlar da Azərbaycanda güya İslam ekstremizminin baş qaldırdığını bildirirdilər. Qərbdə də eyni formada və maraqlı məqamlardan biri orasındadır ki, dünyanın aparıcı dövlətlərinin, özünü demokratiyanın beşiği adlanan dövlətlərin rəhbərləri Qanlı Yanvar hadisəsindən sonra Qarbaçova telegram vuraraq onu İslam ekstremizminin bastırılmasına, dəfn edilməsinə görə təbrik edirdilər. Yəni, bu mahiyyət etibarilə, bu bir xalqın azadlıq mücadiləsinə, istiqlal mücadiləsinə olan münasibət edir və digər tərəfdən isə Azərbaycan ərazilərində, tarixi torpaqlarımızda, həm də hüquqi cəhətdən Azərbaycan sərhədlərinə daxil olan ərazilərdə baş qaldırılan erməni separatizmindən isə azadlıq dalğası kimi deməli münasibət bildirirlər. Tarix dəyişmir mahiyyət etibarilə. Bir zamanlar biz yalın əlimizlə milli iradəmizin gücü və liderimizin gücü ilə nəticə etibarilə yenidən küllərimiz üzərindən dirçələrək heçdən bir yaradılan bayrağı faktiki olaraq göylərə qaldırdıq və təbii ki, bu şəhidlərimizin qanı hesabına bütün bu proseslər başa gəldi və eyni güc, eyni potensial artıq güclənmiş, qüdrətli orduya malik olan bir Azərbaycan xalqının, Azərbaycan dövlətinin döyüş meydanında 44 gün ərzində nümayiş etdirdiyi o deməli möhtəşəm zəfər yürüyüşündə özünü bir ruzə verdi və həmin mücadilə, həmin o milli ruh həmin o 44 gün ərzində də döyüş meydanlarında savaşırdı. Yəni, yenə də imperiyaya qarşı savaşırdı. Mahiyyət eynidir. Çünki bu layihəni Cənubi Qafqazda onlar yaratmışdılar və biz onların yaratdığı layihəni tamamilə alt-üst etdik. Baxımdan əslində bizə qarşı olan bu agresiyanın, bölgədə dəyişdiyimiz bu reallıqlara münasibətdə sərgilənən bu agresiyanın da təməlində bu faktorlar dayanır. Daha öncə siz Xocalıdan danışdınız, yəni nəticə etibarilə. Mən bir məqamı deyim, o öndərin 20 yanvar şəhidlərinin ailələrinin görüşündə şəhidlər xiyamanında bu hadisəni 20 yanvar hadisəsinin soyqırım kimi dəyərləndirilməsi var. Yəni, nəticə etibarilə bu soyqırımdır. Biz indi qətliam faciə deyirik, çünki soyqırımın deməli, ümumiyyətlə fəlsəfəsinə və əgər beynəlxalq hüquq müstəvisindən yanaşsaq da, bunun 5 nəfərin, 10 nəfərin, 100 nəfərin, 200 nəfərin ölməsinin fərqi yoxdur. Yəni, bu insan sayına görə, insan ölümünə görə müəyyənləşdirilən bir anlayış deyil. Bu, bir millətə qarşı yürüdülən, dini mənsubiyyətinə, milli mənsubiyyətinə, dilinə, mədəniyyətinə qarşı həyata keçirilən bir cinayət aksiyasıdır ki, təbii ki, həmin dövrdə bu cinayət aksiyası Azərbaycan xalqına qarşı soyqırım aksiyası həyata keçirilmişdir və Xocalıda həyata keçirilən soyqırım cinayəti ilə 20 yanvar cinayətinin qənaətimə görə heç bir fərqi yoxdur. İlkin müəllim, 20 yanvar yarası. Şimdi Xocalıdan biz danışdıq, biz hər il fevralın 26-sında xüsusilə Xocalıya ədalət istəyirik bütün dünyadan və amma məsələn Şuşadır, artıq o yaramız bağlandı. Eyni zamanda elə Laçınımız, Kəlbəcərimiz, Qarabağ yarası, 20 yanvar yarası. Bunu necə bağlamaq olar? Yaralar bağlanmır, üstü qaysaqlanır. Yəni, əslində bir millətin böyüklüyü, onun öz yaraları ilə birlikdə istiqlal eşqini 100 illər boyu davam etdirməsi və bayrağın həmişə yüksəklərdə, ucalarda dalğalandırılmasıdır. Bizim böyüklüyümüz də nəticə etibarilə bundadır. Bizə heç kim ədalət bəxş etməyib. Bizə heç kim müstəqil
müstəqilliyimizi, istiqlalımızı məcmuə üzərində, qızıl məcmuəyə də gətirib verməyib. Biz onu da öz qanımız hesabına əldə etmişik. Ərazi bütövlüyümüzü də, suverenliyimizi də yenə də öz qanımız, öz gücümüz, potensialımız hesabına bərpa etmişik. Düsturumuz bəllidir. Gələcəyə də, bundan sonraki 100 illərə baxışımızda da hər gün güclü olmalıyıq. Əslində Ali Baş Komandanımız, prezidentimiz məhz bu termini deyəndə, iki əsas istiqaməti göstərəndə birlikdə olmaq termini, birlikdə olmaq düsturu və güclü olmaq düsturu. Baxımdan bizim missiyamız bundan sonra da tarix boyu güclü olmaqdan və bizə qarşı qurulan bütün senariləri artıq alt-üst etməkdən ibarətdir. Həcim, sizin yaradıcı tərəflərinizə də bələdik, jurnalist kimi. Ona görə bu sualı sizə verəcəm. Bəlkə başqa millət vəkili olsa, bəlkə yox, dəqiq bunu soruşmayacaqdım. İşin yaradıcı tərəfinə gəlincə, biz 20 yanvarı və bu hadisəni layiqincə tərənnüm etmişikmi? Bu təkcə şeir, roman, hekayə anlamında deyil. Bu eyni zamanda, məsələn, çox möhtəşəm bir əslində filmin senarisidir, hazır senarisidir. Tamamilə razı. Biraz peşəkar olmaq kifayət edərdi, bəlkə də əslində çox keçib, yəni gecikmişik. Müxtəlif film adlandırıla biləcəyimiz, belə deyək, sənədli bədii əsərlər yaradılıb və yaxud mən nəsr kontekstində ciddi nəsr əsərinə rast gəlməmişəm. Emosional poeziya nümunələri var və bu da yəni geniş, böyük miqyaslı, böyük həcmli əsərlər deyil. Biz deməli, Bəxtiyar Vahabzadənin Şəhidlər poemasını, sonra Allah rəhmət eləsin, Məhəmməd Aslanın Ağlı Qərənfil Ağlı və digər bu kimi qəbildən olan əsərləri çıxsaq və həmin zaman kəsiyində yaradılan, emosional ruh altında yaradılan əsərlərdən danışa bilərik. Amma dünyaya təqdim edə biləcəyimiz bu istiqamətdə qənaətimə görə elə ki, əsərlərimiz yoxdur, filmlərimiz də yoxdur. Amma təbii ki, biz bu zaman kəsiyini də nəzərə almaq lazımdır ki, bizim millət olaraq bütün hədəflərimiz torpaqlarımızın işğaldan azad olunmasına yönəlmişdi. Bütün mücadiləmizin təməlində dayanan bu idi. Ümid edirəm ki, bundan sonra biz tariximizə daha aydın şəkildə baxmağı bacaracağıq. Təşəkkür edirik sizə. Mən təşəkkür edirəm. Elçin Mirzəbəyli, millət vəkili studiyamızda qonağımız idi.